Bitənlər videosu. Bir daha alaram yoxsa yox? Too Faced'dən bu makyaj sabitləyici sprey. Verdiyi bütün vədləri yerinə yetirir. Makyajı özünüzə sanki həbs eləyir. Növbəti dəfə mütləq alacam. Kirpi yapışdırıcısı. Ən gözəl yapışdırıcını tapmış olmağın verdiyi xoşbəxtlik var üstümdə. Yapışdırmaq çox rahatdır. Toyun ortasında kirpiyim düşdü, külək apardı. Bu söhbətlər ola bilməz. Növbəti dəfə mütləq alacam. Bu məhsulu yəqin ki hamı tanıyır. O qədər qabağıma çıxırdı ki, dedim mütləq almalıyam. Üz yuma geli normaldır, üzü tərtəmiz eləyir, lakin biraz qurudur, nəmləndirici istifadə eləmək mütləqdir. Üzünüzü bu haldan bu hala gətirməyi vəd edən bir krem. Buradan başa düşməliydik ki, bu bir fiyaskodur. Cəmi 2 dəfə istifadə edə bildim. Dediyi kimi dərini ağardır, amma yarım saatdan sonra üzünüzdə soyulmağa başlayır. Belə bir saç yağı. Bu artıq ikinci qutumdur. Qoxusunun qalıcılığı, saça verdiyi o hissiyat, o parlaqlıq, say bitməz. Düşünürəm ki, daimi olaraq almağa davam edəcəm. Bu məhsulu yəqin ki tanımayan yoxdur. Olly markasının saç spreyi. Nəmləndirir, istidən qoruyur, rahat daranmağına kömək eləyir. Qiymətinə görə performansı yaxşıdır. Amma təbii ki bunun qədər ola bilməz. Məhsullarımız təbii ki bitmədi. Bitənlər seriyasının davamı üçün məni izləməyi unutmayın.